Herkese salamlar. Bugünkü mövzumuz ana və uşaq mövzusudur. Adətən çünki seanslara bu ilə gəlirlər. Çox az halda məndə olub. Nə zaman ki xanımlar, mən əsasən xanımlarla işləyirəm, atalarından şikayət etməyə gəlirlər. Gəlsələr də sanki onları dönüşdürmək kimi ümidləri olmur və istəkləri olmur. Amma ana ilə bağlı bu daima var. Hətta bir neçə ilə öncəyə qədər mən klientlərim, məsələn, məndən xahiş ediblər onların valideynlərlə də işləməyi. Və valideynlər belə baxsan öz istəyi ilə də gəlirdilər. Amma mən bir müddət sonra anladım ki, mən artıq 50 üstə gəl insanlarla terapiya keçirmək istəmirəm və bunu durdurdum. Amma yenə də seanslarda biz ana övlad mövzusunu işləyəndə sanki hər zaman orada bir duyğunu sezirəm, istəyi sezirəm. Kaş ki valideynim başqa cürə olardı. Bizim hamımızın bilirsiniz xəyalımızda bir növ var o ideal valideyn obrazı. Necə gözümüz haqqında ideal var, elə də ideal valideyn obrazı var. Və biz sanki nə qədər təcrübə yaşasaq da yaşayaq. Görsək ki, valideynimiz stabil olaraq eynidir, amma içimizdən o kaş ki başqa cürə olardı. Bəlkə mən onu dəyişməsinə kömək ola bilərəm. İstəyi orada durur. Niyə bu var? Əlbəttə ki, ən üstdə görünən istək nə ola bilər? Yəni, anamızdır, bizi böyüdən, dünyaya gətirən insandır. Biz istəyirik ki, onu da xoşbəxt görək. Görək ki, o həyatını yaşayır, sevinclidir, ona baxaraq biz də sevirik. Amma bu yəni üstdə olan bir növ səthi səbəbdir. Biz isə burada görünməyən səbəbləri müzakirə etmək üçün toplaşmışıq, düzdür? Mən daha dərindən bu mövzunu müşahidə etməyə başlayanda çox net olaraq icazə o mövzusunu görürəm burada. Çünki bizim daxili çərçivələrimiz olmaz və olarlar bir növ valideynimizin tərəfindən təyin olur, təbii olaraq böyüyərək. Məsəl üçün, valideynimizin etdikləri, biz uşaqkən müşahidə edirik, onun həyata baxışı, onun dünya haqda, insanlar haqda fikirləri bir növ uzun bir müddət bizim doğrularımız olur. Yəni, düzgün olan budur. Və bu təsəvvür elə ki, daxilində bir çərçivə yaradır, hansının ki, içərisində biz yaşayırıq. Onun doğrusu bizim doğrumuzdur. Əlbəttə ki, yaş gedir, biz inkişaf edirik, təkəmmül yolunda artıq özümüzlə kontakta girməyə çalışırıq, öz fikrimizi yaratmağa çalışırıq və biz çox zaman görməyə başlayırıq ki, anamızla olan fikirlərimiz üst-üstə düşmür. Və bu insanda çox maraqlı tədirginlik yaradır. Bir növ qorxuyla qarışıq bir hissdir. Çünki sanki mən bir yerlərdə hiss edirəm ki, mən onunla eyni deyiləm, amma onunla eyni olmamaq məni qorxudur. Çünki yəni məncə insanların çoxsu valideynindən, özəlliklə anasından separasiyanı keçmir. Harda ki biz artıq özümüz yetişkin insan kimi fəaliyyət göstərməyə başlayırıq bu həyatda və anamıza da ayrı bir yetişkin insan kimi baxa bilirik ki, bu odur. Onun yoludur, onun getdiyi həyat təcrübəsidir. Mən isə öz həyat təcrübəmi sadəcə bu tərəf, başqa cürə yaşamaq istəyirəm. O istək çox insanda olsa belə, bizim uşaq tərəfimiz var, o birisi tərəfimiz var, hansı ki çox tutqundur anasına. Və onun bir növ sözündən çıxmaqdan qorxur, onun doğrularından, onun həqiqətlərindən qopmağa və yox, mən buyam, mən bu cür yaşayacağım, səndən asılı olmadan deməyə qorxur. Ona görə bir növ valideynimi terapiyaya aparsam ya da valideynim dəyişsəm, mənim istədiyim kimi olsa, mən rahatlayaram. Niyə? Baxın, burada bir növ biz deyirik ki, sanki valideynimin gəldiyi yolu, yaşadığı həyatı, təcrübələri, formalaşmış bir varlığını biz nəzərə almırıq və deyirik ki,
Yox, yox. Mən indi yeni dövrdə yaşayıram. Mən oxumuşam psixoloqları, coachları, mən bilirəm necə yaşamaq doğrudur və mən sənin üçün də bilirəm necə yaşamaq daha doğrudur və mən də aparacağam məsələn səni terapiyaya. Sən orada düzələcəksən və nəhayət ki mənim həyalını qurduğum münasibətimiz olacaq. Ya da nəhayət ki mən səni xoşbəxt görəcəm. Burada püf məqam odur ki, ən əsas görmədiyim ki, əziz valideynim, sən dəyişməyənə qədər, özünə bəlli bir şeyləri icazə verməyənə qədər, mən özümə bu icazəni verəndə, mən özümü günahkar hiss edirəm. Sanki əgər valideynim özünə icazə verirsə, azad, rahat yaşamağa, sevinmək, xoşbəxt olmaq, azadlıq altında nəyi nəzərdə tuturuqsa, hər insan üçün bu fərqlidir, onu anam özünə icazə versə, sanki avtomatik olaraq mənə də xeyir duasını və icazəsini verir ki, sən də bunu edə bilərsən. Heç bunu dili ilə deməyə ehtiyac yoxdur. Əgər anam bu cür davranırsa, mən nə də deməli olar. Əgər mən uşaqlıqdan fərqli görmüşəm, əlbəttə ki, indi mən istəyirəm bir növ onu düzəldim, gec olmadan həm o xoşbəxt yaşasın, həm də mənə o avtomatik icazəni versin. Çünki dediyim kimi, o icazəni şəxsən özümə mən verə bilərəm sadəcə onda, əgər mən valideynimdən o psixoloji və emosional separasiyanı keçmişəm, mən özüm üçün artıq qərar verə bilirəm ki, sən həyatını necə yaşadığına baxmayaraq, mən bu cür yaşamağı seçirəm və buna görə də böyük bir günahkarlıq hiss etmirəm. İnsan həqiqətən bəlli bir nöqtəyə gəlməlidir həyatda, harada ki, heç bir günahkarlıq hiss eləməyəcək valideynini bədbaxt görməklə. Çünki bu çox acılı bir duyğudur. Haçan ki, sən bilirsən ki, sən tam fərqli yaşamaq istəyirsən, sən özünə spontanlığı, azadlığı, istədiyin kimi yaşamağa icazə verirsən, gəzməyi, gülməyi, sən anan isə hələ də o uşaqlıqdan götürdüyü o dar çərçivələrdə, daxili baskısının altında yaşayır və sən özünə burada bu azadlığı icazə verərkən, əlbəttə ki, sən özünü pis övlad kimi hiss edirsən, günahkar kimi hiss edirsən. Amma o etsə, sən də edərsən. Ona görə bir növ bizim bu istəyimizdə harada ki biz çox can ataraq ki, valideynimiz dönüşsün, bizim gözlədiyimiz kimi olsun. Burada o özümüzə bir növ verə bilmədiyimiz daxili icazə var. Hətta bəzən olur ki, məsələn, biz terapiyada işləyirik və nələrisə anlamaya başlayırıq kliyentin valideyni haqda və bir növ deyirsən ki, hə, yəni nə qədər illər keçib, kaş o vaxtdan anam özünə bunları da icazə versəydi, mən də bu çərçivələrlə böyüməzdim. Bir növ indi anam nəhayət ki dəyişsə, mənim yaşım nə olursa olsun, mən ona o keçmişdə mənə qurduğu çərçivələri də, yaratdığı, nə bilim, törətdiyi o travmaları da bağışlayaram ona. Əgər indi nəhayət ki o azad olsa və məni incitməsə, o kədərli yaşamıyla, axı mən onu görürəm, bu məni incidir. Həm də avtomatik olaraq mənə azadlıq versə, mənə icazə versə belə yaşamağa, mən artıq onu bağışlayaram o baş verənlərə görə. Bizim həqiqətən formalaşdığımız versiyamız valideynimizin bizim özün yaşadığı və bizə ödünc verdiyi, bir növ cehiz verdiyi çərçivələrdir. Və nə zamana qədər ki biz özümüzlə işləyərək bu azadlığı tapa bilməyəcəyik, biz daima istəyəcəyik başqasını dəyişdirməyi. Əslində valideyni dönüşdürməyə, israrla dönüşdürməyə çalışan övlad, yaşı nə olursa olsun, özü də azad deyil. Daxilən azad deyil. Çünki o daxili azadlığına gəlməyi bacaran insan bunun nə dərəcədə mürəkkəb yol olduğunu bilir. Nə dərəcədə xırda addımlardan, qalxmalardan, düşmələrdən, emosional qarmaşalardan, daxili savaşlardan və o çərçivələri
yıxmaqdan ibarət olan yolun necə çətin olduğunu, necə ağırlı olduğunu bilir. Və ona görə bir növ başa düşür ki, valideyni bəlli bir yaşdan sonra bunu edə bilməz bəlkə də özü ilə. Çünki onun üçün bunu edə bilmək belə çox güclü bir ruhsal savaşa tab gətirməyi tələb edir. Və bir növ ya indiyənə kimi yaşadığı o bütün illərin beynində yanlış görməsinə gətirə bilər. O peşmançılıqları yaşamağa gətirə bilər. Amma o insan hansı ki özü gəlib o nöqtəyə çıxa bilir, harada ki artıq o azadlığı yaşayır, o bir növ valideyninə başqa bir gözlə baxmağa başlayır. Daha az ilişir, daha az gözləntiləri olur. Çünki başa düşür bu yol necə çətindir. Və özünə bu daxilə icazəni verib deyə artıq valideyninə qarşı pretenziyaları azalır və onu bir növ dönüşdürməyə çalışmır. Bugünlük bu qədər. Biz sizinlə gələn həftə görüşərik. Bitirmədən də onu deyim ki, əgər videolarımı izləyirsiniz, əgər sizə xeyir gətirirsə, mütləq məni dəstəkləyin. Like'larınızla, şərhlərinizlə bu mənə çox kömək olur. Təşəkkür edirəm.